Partlayış bugün səhər saat 7 radələrində Sabir küçəsi 10 ünvanında yerləşən mənzildə qeydə alınıb. Yanğınla nəticələnən hadisə 108 kvadrat metr sahəsi olan 3 otaqlı evi tamamilə yararsız hala salıb. Mənzilin əsas və ara kəsmə divarları, eləcə də dam örtüyü uçub. Məişət əşyaları yanaraq külə dönüb. İş yerinə tezə çatanda yoldaşım zəng elədi ki, biz o bir tərəfdə evdə qalırıq. Partlayış olub, tez evə gəlib gördüm ki, bütün yerlə yeksandı hər yer. Hadisə zamanı mənzildə ev sahibi 53 yaşlı Zenfira Rüstəmova, onun övladları 16 yaşlı Mehriban və 22 yaşlı Akşin olub. Partlayışın güclü dalğası yatmış halda olan Akşin Rüstəmovu 15 metr kənara tuluyub. Travmatik şok və müxtəlif bədən xəsarətləri ilə zərər çəkənlər Şabran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Övladların durumu sabitləşsə də ananın vəziyyəti ağır qiymətləndirilir. Onun baş üz nahiyəsində hər iki yuxarı və aşağı ətraflarda, döş qəfəsinin ön səthində ikinci, üçüncü dərəcəli termiki yanıqla bərabər onun sol baldır sümük nahiyəsində, arxa səthdə geniş ölçülü yara var. O cümlədən də baldır sümüklərinin hər ikisi sınaraq yerini dəyişmişdir. Xəstələrin müalicəsinə Bakı şəhərindən təcili və təxirə salınmaz tibbi yardım stansiyasının 3 həkimi də cəlb olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Şabran rayon qaz istismarı idarəsinin və hüquq mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. İlkin ehtimala görə partlayış məişət qazının sızması nəticəsində baş verib. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır. Yusif Mahmudov, Ceyhun Vəlibəyov, Günel Ramazanlı, Lider TV, Şabran.